Selam, akşamınız xeyir kızlar. Necəsiniz? Kanalıma hoş gəlmisiniz. Bugün gözəlimin dırnaqlarını düzəldəcəyik. Gördüğünüz kimi bu başqa bir ustan əl işidir. 2 ay yaxındır ki artıq istifadə edir və diblərində artıq atmalar, qopmalar olduğu üçün xanım öz dırnaqlarına qayıtmaq istədi. Mən də onun istəyinə uyğun olaraq gel-lak etdim. İlk öncə təmiz söktük, pilkaladıq, formasını verdik. Burada gördüğünüz kimi frez aparatı ilə artıq ətləri təmizləyirəm. Sonra qayçı ilə ya da qusaçka fərq etmir. Yəni siz hansıyla istifadə edə bilirsiniz rahat. Onunla dip təmizliyini bitiririk, dip təmizliyini edirik. Sonra spirtləyib tozlarını silib ən sonunda da artıq primerə keçirik. Primeri çəkərkən video dayanıbdı, bilməmişəm. Hər kəsdən üzr istəyirəm buna görə. Primeri çəkdikdən sonra havada 10 saniyə quruyur. Sonra bazaya keçirəm. Bazada 60 saniyə quruduqdan sonra artıq gel çəkməyə başlayırıq. Gel də çəkdikdən sonra o da 60 saniyə quruyur aparatımızda. Tamamilə bütün işlemler bitdikdən sonra lakımıza keçirik. Xanımın istəyinə görə açıq mavi lakla çəkirəm. Üzərinə də inci tozu vururam. Gözəl parlaqlıq verməsini istəyirik. Və ən sonda da top qatını çəkib bitiririk. Və sonunda da nəticəni görəsiniz inşallah. Hər kəsə xoş izləmələr.